Tərtərdə dəhşətli qətl, gəlin qaynatası tərəfindən bıçaqlanaraq öldürülüb. Tərtər rayonunun Poladlı kəndində ağır cinayət hadisəsi baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Hafizə Rızayeva yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin mərhumun qaynatası 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov olduğu bildirilir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Hadisə şahidlərinin verdiyi məlumata görə səhər saatlarında Şəhriyar Hüseynov oğlunun evdən çıxaraq işə getməsində israr edib. Bir müddət sonra isə oğluna zəng edərək törətdiyi dəhşətli cinayət barədə məlumat verib. Qətlə yetirilən Hafizə Rızayeva daha əvvəl Ağdam-Bərdə yolunun kənarında yerləşən ticarət mərkəzində satıcı kimi çalışdığı, lakin ailəsinin təkidi ilə bir neçə gün öncə işdən ayrıldığı qeyd olunur.